Dostlar, hər vaxtınız xeyirli olsun. Maraqlı bir test. Əslində mən çətin testləri, çaşdırıcı testləri çox sevirəm. Nəyə görə? Çünki şagirdlərin bilik səviyyəsini ortaya qoyur. Çox mənə maraqlıdır. Bilmək istərdim. Əgər bu testin cavabını yazmaq istəsəz, rəylərdə videonu durdurun, testi işləyib cavabı rəylərə yazın. Mənə çox maraqlıdır ki, siz hansı cavabı götürəcəksiniz. İzah dolu bir testdir. Ümid edirəm diqqətlə qulaq asarsınız. Birinci cümləyə nəzər yetirək. There are an ox and 4 sheep in the stable. Stable sözünü kim bilmirsə qeyd etsin. Tövlə mənasında işlənib burada, amma digər mənaları da var. Onlar da istəyirsiniz deyim yeri gəlmişkən. Stable'ın digər mənası biz deyirik stabil. Əslində başqa dildən keçmə bir sözdür. Stabil elə bəlkə də ingilisdən keçib, ingilisdən də hansı dildən keçib deyə bilmərəm. Bəlkə də elə tam elə əvvəldən ingilis dilində olan bir sözdür. Bir də yəni sabit mənasında işlənir. Dəyişməz, stabil, sabit mənası var stable sözünün. Bir də bunu ruhi cəhətdən, əqli cəhətdən sağlam olan insanlara da deyirlər. Misal üçün deyirəm ki, o sağlam ruhlu insandır, yəni sağlam düşüncəli insandır. O zaman she is stable deyə bilərsiniz. Nəysə, bunun mövzumuza, testimizə aidiyyatı yoxdur. İkinci suala, cümləyə nəzər yetirək. There is a police car in the street. Küçədə bir polis maşını var. Baxın, biz bilirik ki, polis sözü cəmdə olur, təkdə olmur. Lakin, baxın, burada özündən sonra car gəlib və o artiklı polis sözünə deyil də, maşın sözünə aiddir. İkinci variantımız doğrudur. Birinci səhv idi bu arada, çünki there are an ox. There-dan sonra 4 sheep gəlsəydi, okey, there ola bilərdi, amma an tək artiklı, tək isim gəldiyinə görə there is olmalıydı orada. Bir səhv, iki düz. Üçüncüyə nəzər yetirək. There is many fish in the river. Baxın, fish bilirik ki, həmişə cəmdə gedir, təkdə olmur. Belə deyək, təki də, cəmi də elə fish olaraq qalır. O sayıla biləndir, many, okey, düz yazılıb, amma there is deyil də there olmalıydı, çünki yenə də deyirəm, fişi cəmdə götürürük. Deməli, 3 səhvdir. 4-ə nəzər yetirək. There are a lot of milk in the jug. Bu test həqiqətən də çox xoşuma gəldi, çünki çaşdırıcı hissələr çoxdur. Baxın, deyirsiniz ki, milk sayılmayan isimdir, okey. A lot of isə həm sayıla bilənlərlə işlənir, həm də sayıla bilməyənlərlə işlənir. Bunun da işlənmə yeri düzdür. Bura qədər də yenə okey. Aha, deyirsiniz ki, sürahidə çoxlu süd var. A lot of çoxlu deməkdir.